Bu videonun mövzusu hamiləliyin 28-ci həftəsi və hamiləlikdə bandaj istifadəsidir. Hamiləliyin 28-ci həftəsində dölümüz 1000-1100 qram arasındadır çəkisi və uzunluğu 38-39 santimdir. Dölümüzün yuxu və oyaq olan periodları, rejimi formalaşıb, rüya görməyə davam edir, gözlərini açıb bağlayır, işığa reaksiya verir, səslərə reaksiya verir və ağciyər inkişafı çox aktiv şəkildə davam edir. Surfaktan dediyimiz ağciyərin alveolların içini saran bir maddə ifraz olunur. Bu da onun ağciyərin yetişməsinin ən önəmli mərhələlərindən biridir. 28-ci həftədə ana hələ də şəkər yükləmə testini verməyibsə mütləq verməlidir. Əgər qan uyuşmazlığı varsa ana ilə ata arasında, yəni ana mənfi qandırsa, rezusa sahibdir, ata isə müsbət qan qrupu rezusuna sahibdirsə, qan uyuşmazlığı iynəsi, yəni Rogam profilaktik olaraq hamiləyə sırf bu həftədə uygulanmalıdır. Hamiləmiz aktiv hərəkət edir, gəzir və bəzən qarın altında baskı şəklində və yaxud da gərilmə şəklində ağrılar hiss edir. Bu ağrıları azaltmaq üçün hamilələrə qarın altı bandaj tövsiyə edirik. Hamiləlikdə qarın altı bandaj tibbi olaraq heç bir sorunu çözmür. Onu bilməniz lazımdır. Uşağın başının həddindən artıq aşağı enməsi, vaxtından tez doğuş, uşaqlıq boyunun qısalması kimi problemlərin çözümü deyil. Amma sırf hamilənin rahatlığı üçün, bel ağrılarını azaltmaq üçün, duruşunu düzəltmək üçün, əgər hamilə uzun gəzintilərə çıxırsa, o dölün uşaqlığın baskısını ayaqlara və ayaq damarlarına azaltmaq üçün, yəni beləliklə də damar genişlənməsi olan pasiyentlər və ayaqlarında ödəm olan pasiyentlərin bu ödəmini azaltmaq üçün istifadə oluna bilər. Çox sıx bağlanılmamalıdır, gündə 3-4 saatdan uzun müddətdə istifadə olunmamalıdır və ancaq gəzəndə istifadə olunmalıdır. Yəni oturanda və yaxud da uzananda hamilə bu bandajı mütləq açmalıdır. Əslində bandaj biraz bu problemlərin tənbəl bir çözümüdür. Daha aktiv, daha doğru çözümü əzələlərimizi gücləndirməkdir. Yəni hamiləliyin ikinci trimestrindən başlayaraq, hətta hamiləlikdən öncə üzgüçülük, pilates, yoga ilə məşğul olan hamilələrə əslində bandaja ehtiyac olmur. Çünki bu funksiyanı öz gücləndirilmiş əzələləri öz üzərinə götürür.